Azərbaycanda fəaliyyət göstərən məşhur müğənnilər təkcə populyarlıq deyil, həm də ciddi maliyyə gəlirləri ilə diqqət çəkirlər. Xüsusilə konsert fəaliyyətləri onların əsas qazanc mənbələrindən biridir. Lent Az 2024-2025-ci illər ərzində konsert gəlirlərinə əsasən Azərbaycanda ən çox qazanan müğənnilərin siyahısını təqdim edir. Röya Ayxa son bir il ərzində Azərbaycanda konsertlərdən ən yüksək gəlir əldə edən sənətçilərdən biridir. Xüsusilə Dream Fest 2024 kimi geniş miqyaslı tədbirlərdə çıxış etməklə yanaşı, Bakı Konqres Mərkəzində 1-3 sentyabr tarixlərində təşkil olunan Biri Var adlı solo konsertləri ilə də böyük maraq qazanıb. Mənbələrə əsasən Röya bir konsert üçün təxminən 100 min manat qonorar alır. Bu onu ölkənin ən yüksək qonorar alan müğənnilərindən biri edir. Azərbaycanın pop divası kimi tanınan Aygün Kazımova da konsert gəlirlərinə görə liderlər sırasındadır. Xüsusilə yeni il ərəfəsində keçirdiyi özəl klub konsertlərində tək çıxışı üçün 40 min manata qədər qonorar aldığı bildirilir. 2024-cü ildə Dream Fest tədbirində də iştirakı onun populyarlığını daha da artırıb. Son bir il ərzində ümumi konsert gəlirlərinin 160 min manatdan çox olduğu təxmin edilir. Emin Ağalarov təkcə Azərbaycanda deyil, həm də beynəlxalq arenada tanınan Emin Ağalarov 2024-cü ildə Bakıda müxtəlif tədbirlərdə çıxış edib. Xüsusilə Heydər Əliyev sarayında verdiyi konsertlər və Dream Festdə iştirakı ilə diqqət çəkib. Onun konsert gəlirlərinin son bir ildə təxminən 150 min manat civarında olduğu təxmin edilir. Emin Ağalarov həmçinin Seabreze Resortda təşkil olunan özəl tədbirlərdə də tez-tez səhnə alır. Miri Yusif, reggae və soul musiqisinin Azərbaycandakı tanınmış siması olan Miri Yusif 2024-cü ildə Yaşıl Teatrda təşkil olunan 3 günlük solo konsertləri ilə böyük maraq doğurub. Eyni zamanda 2025-ci ilin may ayında Polşanın Varşava şəhərində Azərbaycanın Respublika Günü münasibətilə verdiyi konsert onun beynəlxalq səviyyədə də çıxış etdiyini göstərir. Miri Yusifin konsertlərdən ümumi gəlirinin 200 min manatı keçdiyi ehtimal olunur. Bu onu hazırda ölkədə ən çox qazanan ifaçılardan biri edir. Bu 4 müğənni 2024-2025-ci illərdə Azərbaycanda konsert gəlirlərinə görə lider mövqedədir. Gəlir göstəriciləri rəsmi mənbələrdə açıqlanan qonorarlar və konsert tutumları əsasında təxmin edilərək təqdim olunub.